İş yerində hər kəs bir-birinin quyusunu qazır. Ora hər gün getməli olduğum üçün özümə nifrət eləyirəm. Bu yəqin ki, çox aktual məsələdir. Ümumiyyətcə şirkətlərdə, müəssisələrdə psixoloji təhlükəsizlik vəziyyəti nədir? Sadə dillə desək, iş yerində nəfəs ala bilməkdir. Bir insanın bilmirəm deməkdən qorxmaması, fikirlərini ifadə edə bilməsi və fikrini deyərkən düşünməməsi ki, buna görəsə mənə münasibət dəyişəcək. Nəzərə alın ki, psixoloji təhlükəsizlik məhsuldarlıq üçün olduqca vacib faktorlardan biridir. Amma bu yoxdur deyə insanlar susur, təşəbbüs göstərmirlər, ideyaların elə içində boğulurlar. Get öz menecerinin işinə bax. Əgər komandası səhv eləməkdən qorxursa, orada yenilik olmayacaq. Liderlər səhvləri bitirənlər deyil, səhv edilə bilən təhlükəsiz mühit yaradan insanlardır. Və elə mühitlərdə insanlar özünü qoruma rejimindən çıxır və yaradıcılıq mərhələsinə keçir. Və ən güclü komandalar rahat nəfəs ala bilən komandalardır. Onlar o nəfəsi ya lider verir, ya da lider boğur. Bu videonun altında müəssisədə psixoloji təhlükəsizliyi test edəcək 10 sual qeyd edəcəm. Bu suallar Harvard Business School-un professoru Amy Edmondsonun yanaşmalarına və koçluğuna əsaslanan bir anketdir. Sən bunu öz əməkdaşlarına təqdim edərək komanda içindəki emosional və davranış mühitini ölçmək üçün istifadə edə bilərsən.